Cənnət anaların ayağı altındadır deyilir. Lakin bu cümləni çoxları ya sadələşdirir, ya da yanlış anlayır. Bu o demək deyil ki, hər ana mütləq olaraq cənnət qapısıdır. Əksinə o halı bildirir ki, ana ilə münasibət düz olanda insanın qəlbində elə bir yumşalıq və təslimiyyət yaranır ki, o hal onu cənnətə aparır. Şəhid Mürtəza Mütəhərri izah edirdi ki, cənnət bir məkan olmaqdan əlavə bir keyfiyyətdir və ana ilə düzgün münasibət bu keyfiyyəti doğuran ən güclü səbəblərdəndir. İnsan dünyaya bir səbəblə gəlir və o səbəbin zahirdəki təcəllası anadır. Buna görə Quran buyurur ki, valideynlərə yaxşılıq edin və onlara uf belə deməyin. Əllamə Təbətəbai bu ayələrin təfsirində deyirdi ki, valideynə yaxşılıq etmək əslində insanın öz varlıq kökünə hörmətidir. Kim bu kökü qırırsa, öz daxilində qırılma yaradır. Valideynlərin övladlarına zülm etməsi haqqında Əllamə Qazi tələbələrinə deyirdi ki, hörmət etmək zülmə razı olmaq demək deyil. İnsan zülmə boyun əyməməlidir, amma qəlbində kin və nifrət də saxlamamalıdır. Yəni zahirdə məsafə ola bilər, amma batində düşmənçilik olmamalıdır. Çünki insan başqasının günahını daşımaq üçün yaradılmayıb, amma öz qəlbini qaraltmaq da ona icazə verilməyib. Ayətullah Həsənzadə Amili yazırdı ki, valideynin haqqı sənin kamilləşməyin üçündür. Yəni sən yaxşı davrananda əslində özünü ucaldırsan. Digər tərəfdən travma anlayışı ilə bağlı ifrat yanaşmalar var. Əllamə Təbətəbainin baxışına görə insan yaşadığı hər çətinliyi bəhanəyə çevirəndə öz məsuliyyətindən qaçır. Bəli, valideynin səhvi ola bilər, amma insan bütün həyatını bunun üzərində quranda artıq öz yolunu bağlayır. Ümumiyyətlə valideyni sevindirmək deyəndə onların təbəssüm etməsindən əlavə onların qəlbində səndə narahatlıq yaratmamaqdır. Çünki qəlb incədir və incəlik dua ilə bağlıdır. Ayətullah Behzət ağa deyirdi ki, bəzən insanın ruzisi sadəcə bir qəlbin razılığı ilə açılır. Qeyd olunur ki, valideynin qəlbini qırmaq insanın daxilində narahatlıq yaradır və bu narahatlıq insanın baxışını, qərarlarını və həyat fürsətlərini dəyişir. Quran buyurur ki, kim Allahdan qorxarsa, Allah ona çıxış yolu verər və onu gözləmədiyi yerdən ruziləndirər. İrfan alimləri deyir ki, bu çıxış yolu çox vaxt insanın qəlbində açılan yoldur. İrfanda qeyd olunur ki, ana ilə münasibət səndə cənnətə aparan halı formalaşdırır. Valideynin səhvini həyatın mərkəzinə qoymaq insanı saxlayır, amma onu anlayıb öz yoluna davam etmək insanı böyüdür və ruzi dediyimiz şey də məhz bu böyümənin içində genişlənir. Ayətullah Behzət ağa buyururdu ki, bəzən insan illərlə çalışır, amma bir ananın razılığı qədər yol aça bilmir. Çünki ana qəlbi dua qapısına ən yaxın yerdir. Quran bu məsələni açıq deyir. Valideynə yaxşılıq et, amma əgər səni yanlış yola çəkirlərsə, onlara itaət etmə. Bununla belə onlarla gözəl davran. Burada iki ayrı qat var: itaət və münasibət. İrfan deyir ki, itaət hər zaman vacib deyil, amma ədəb hər zaman vacibdir. Əllamə Təbətəbai bu ayəni izah edərkən deyirdi ki, insan valideynlə bağlı onların haqqını və onların davranışını bir-birinə qarışdırmamalıdır. Yəni onların davranışı səhv ola bilər, amma bu sənin daxilində düşmənçilik yaratmaq üçün bəhanə olmamalıdır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insan keçmişə yalnız hisslə baxsa, ya tam günahlandırar, ya da tam bəraət verər. Amma idraçla baxsa, ölçü tapar. Əllamə Təbətəbainin baxışına görə insan bəzən bir yaxşı əmələ bağlanır və düşünür ki, bütün qapılar oradan açılmalıdır. Amma Allah ruzini bir əmələ yox, insanın ümid halına görə verir. Əgər zahir düzəlib batin narahatdırsa, ruzi axını tam açılmır. Ayətullah Behzət ağa deyirdi ki, insanın ruzisini bağlayan bəzən böyük günahlar yox, qəlbdə qalan incə qırıntılardır. Ana ilə münasibət də ruzi ilə bağlı birbaşa olan ən incə qapılardan biridir. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insanın inkişafı Allahın istədiyi bir şeydir. Əgər valideynin istəyi insanın kamilləşməsinə ziddirsə, bu artıq düzgün tarazlıq deyil. Burada ən incə nöqtə insan valideyninə xidmət edərkən özünü tam itirməməlidir və özünü qurarkən də valideynini tam tərk etməməlidir. Bu iki tərəf arasında tarazlıq irfanın tələb etdiyi haldır. Ona görə də əgər valideyn həqiqətən insanın həyatını iflic edirsə, Ayətullah Həsənzadə Amili deyirdi ki, insan öz fitrətini öldürməməlidir. Yəni öz yolunu tam tərk etmək də doğru deyil. İnsan həm özünü qurmalıdır, həm də valideyninə qarşı ədəbini qorumalıdır.